Almanya. Bildiyimiz kimi dünya müharibəsinin təqsirkarı Almanya idi və Almanya müharibə gedişində özünün müttəfiqlərinin zəif olduğunu anlayaraq meydanda tək qalır və bu proses Almaniyanın getdikcə zəifləməsini gətirib. Rusiya ilə Brest-Litovski müqaviləsi imzaladıqdan sonra iki zəbədə vuruşmaqdan yaxa qurtarsa da, lakin Marna döyüşündə məğlub olur və Almaniya hökuməti artıq anlayır ki, həqiqətən də bu döyüşün qaçınılmaz məğlubu Almaniyadır və Wilsona, ABŞ prezidenti Wilsona sülh təklif olunur və lakin Wilson qəbul eləmir sülh təklifini və bununla da Almaniyanın qəti şəkildə məğlub etmə siyasəti yeridir. Və 1918-ci il hadisədən baxdığımızda noyabrın 3-ü Almaniya Burjinqla baş verir və Almaniya tarixində noyabrın 9-u bir növ belə deyək, respublika tarixi olacaq. Necə olur bu noyabrın 3-ü inqilab baş verir? Almanlar görür ki, görür ki, əhalinin əhval-ruhiyyəsi artıq inqilaba doğru, narazılıqlar çox artır da, səslər çox çıxmağa başlayır. Birinci nə edir? Hökumətin parlamentin qarşısında məsuliyyət daşıyacağını qəbul edir, elan verir ki, artıq ey xalq, hökumət öz bildiyini eləməyəcək. Parlament qarşısında məsuliyyət daşıyır. Burada parlament xalq seçdiyi üçün həmin insanlar o hökumətin fəaliyyətini məhdudlaşdırırdılar. Yəni bu siyasət edir ki, xalq ayağa qalxmasın. İkinci də siyasi amnistiya verəcəkdir. Yəni siyasi fikrinə görə həbs olunanları azad edəcəkdir. Amma gör ki, bu da yaramır işə. Götürür ki, güya ki, İngiltərə üzərində qələbə qazanmaq üçün Çin limanındakı hərbi dəniz qüvvələrini döyüşə göndərir. Lakin hərbi dəniz qüvvələri komandanlığı bunu etiraz edir və qiyam qaldırır. Bu qiyam avtomatik bir çox Almaniya ərazilərini bürüdüyü üçün noyabr 3-ü Burjin inqilabı kimi tarixə düşəcək. 9 noyabrda Almaniya Respublika elan olunur. Noyabrın 11-i Almaniya Pompey meşəsində müqavilə bağları müharibədən çıxacaqdır. 1918 hadisələri budur. 1918 hadisələri içərisində bir dənə bir hadisə var. Onu da mən sizə sadəcə olaraq yazacağam, deyirəm, bilin. Avqustunda, elə ay tarixi ayla yazırıq. Avqustunda Sovet Rusiyası ilə əlavə saziş imzalanır. Bunun sadəcə özünü yazsaz bəs eləyir. Heç bir şərt lazım deyil. Şərti gələcəkdə mən sizə izah edəcəm. Gəldik Almaniya 1919 hadisələrinə. Almaniya 1919 hadisələrində Almaniya konstitusiyası qəbul olunacaqdır. Konstitusiyası qəbul olunur. Versal sarayında qəbul olunur ki, bu Weimar konstitusiyası, Weimar Respublikası adlandırılacaqdır. Daha sonra Weimar konstitusiyası, Weimar sarayında qəbul olunduğu üçün Weimar konstitusiyası adlandırılacaqdır. Weimar konstitusiyası Almaniya konstitusiya tarixinə baxdığımızda 1867-71 konstitusiyasının eyni oxşar cəhətdir. Lakin fərqli cəhət Weimar konstitusiyası siyasi azadlıqlar vardır. Söz, mətbuat, vicdan, yəni hər bir azadlıq mövcuddur Weimar konstitusiyasında. Və 19-cu ildə bilirsiniz ki, iyun ayında da Paris konferansında Versal müqaviləsini imzalayır və Almaniya üçün Versal müqaviləsi çox böyük alçaldıcı bir müqavilə olacaqdır. Alçaldıcı müqavilə burada Almaniyanın bir növ qürurunu sındırırlar, öz bilirsiniz bunu demişik. Üstünə də bir də təzminat məsələsi Almaniya maliyyə vəziyyətini daha da ağırlaşdıracaq. Bu vaxt Almaniya içərisində ideologiyalar ki, nasizm, kommunizm ideologiyası ön plana çıxacaqdır. Nasionallar kimləri? Nasional Sosialist Fərqlər Partiyası 1920-ci ildə Draxsenin rəhbərliyi altında yaradılmışdı. Bunu sadəcə məlumat üçün bilirəm ki, birdən-birə Hitlerin ortaya çıxdığını birdən-birə görmədi. Bizim kitabda birdən-birə var. Amma necə çıxdığını görəcəksiniz. 20-ci ildə Draxsenin rəhbərliyi altında Alman Fərqlər Nasional Partiyası yaradılacaqdı. Bu partiya 21-ci ildə Hitler rəhbərliyə gələcəkdi. Partiya qısa müddət ərzində Hitler rəhbərliyi. Bunlar kimlər idi? Bunlar aşağı təbəqənin hüquqlarını müdafiə eləsələr də Versal konferansının qərarlarını qəbul eləmirlər. Bu biz nəyə bənzəyir? Alman xalqı biraz hadisi qürurlu millətdir. Versal konferansı bir növ qüruru sındırır. Bunlar deyir ki, Almaniya Versal konferansını imzalamaya bilərdi. Almaniya Burjin inqilabı baş verməsəydi, təbliğat elə geniş edir də. Burjin inqilabı baş verməsəydi müharibədə udacaqdı. Əslində elə şey yoxdur. Sadəcə olaraq bu təbliğatla insanları ələ alırdılar. Bir də həmçinin bununla paraleldə əhalinin sosial vəziyyətini dilə gətirərək özlərini arxalarında kütlə yığırlar, yəni insanlar yığırlar. Eyni kommunistlər də eyni mənada, onlar da bərabərliyi təbliğ edirlər, fəhlə sinifinin yüksəlişini təbliğ edirlər, kəndli sinifin yüksəlişini, varlı təbəqənin olmamasını təbliğ edir. Cəmiyyət də bunu sevinir ki, başqa bir kütlə də kommunistləri müdafiə edir. Sonra 1919-da dedi ki, Versal müqaviləsini imzalayacaq. 1920 hadisəyə baxdığımızda elə 20
21-ci il deyəcəm, 2 cümlədə verəcəm. Almaniyada Nasional Fəhlə Partiyası yaranacaqdı və Hitler onun başına keçəcək. 1922-ci il hadisəsinə baxdığımızda isə burada Geniya konfransı çağırılır. Geniya konfransında borclar və təzminat məsələsi müzakirə olunmalıdır. Almaniyanın ödəyəcəyi borclar vardı, amma Almaniyanın qəpiyi də yoxdur pul ödəsin. Yəni vəziyyət o dərəcədə gərgindir. Və bu müzakirəni aparırlar və burada həm Sovet Rusiyası dəvət olunmuşdur, həm də Almaniya dəvət olunmuşdur. Ona görə də onlar arasında Rapallo sazişi imzalanacaq 1922-də. Rapallo sazişi imzalanır. Şərtlərin demiri yenidir. Sovet Rusiyasına müqavilə bağlamaq 1922-ni, 1918-in martı və 1918-in avqustuna oxşar cəhət edirsiniz. 1922-in aprelinə. Gəldik. 23-cü ildə Hitler Hamburgdakı qiyamdan istifadə edərək Münhendə qiyam qaldırır. Buna pivəxana qiyamı da deyilir. Bir pivəxanada baş vermişdi bu qiyam. Hitler o vaxt düşünürdü ki, Mussolini kimi, İtaliya rəhbəri Mussolini kimi bu da qiyam qaldırır. Tez Berlinə daxil olacaq. Lakin Hitlerin bu qiyamı yatırırlar 23-cü ildə və Hitleri həbs edirlər. 23-cü ildə pivəxana qiyamı olacaq. 23-cü ildə ikinci bir bədbəxt hadisə Ruhr böhranı olacaq. Fransa görür ki, Almaniyada təzminat ödəyən çıxmaz. Çünki həqiqətən də Almaniyanın pulu yoxdur təzminat ödəsin. Fransa görür ki, Almaniyada təzminat ödəyən çıxmaz. Ruhra qoşun yeridir və Ruhr vilayətini zalog kimi götürür. Borcun var mənə, ödəmirsənsə o vilayət mənimdir. Bu Almaniyanın maliyyə vəziyyətini daha da çökdürəcəkdir. Almaniya səhmlərini daha da çökdürəcəkdir. Və bundan sonra artıq ortaya ABŞ-la İngiltərə daxil olacaq. 1924-cü ildə ABŞ İngiltərə bunlara belə deyək də Dawes planını qəbul edəcək. Almaniyaya qarşı. Dawes planı nədir uşaqlar? Almaniya maliyyə yardım edir. Təzminatın ödənməsinin vaxtı uzaldılır ki, məsəl üçün deyək ki, Versal konfransı qərar vermişdir. Almaniya 3 ilə təzminat ödəməlidir. Filan vaxtlarda filan qədər pul verilməlidir. Amma bu adamın pulu yoxdur axı. 3 ilə qədər necə ödəsin? Deyirlər ki, uzaldırıq, 10 ilə qaldırırıq. Məsəl üçün deyirəm, düzdür? Ayda 10 min yox, 5 min, 3 min pul ödəyir. Üstünə o tərəfdən də mən sizə maliyyə yardım edirəm. Və Dawes planı ilə Almaniya iqtisadiyyatı canlanmağa başlayır. Çünki böyük bir ABŞ maliyyəsi gəlir və böhranlı sahələrə pul qoyulur. O sahələrin istehsalatı bərpa olunur və Almaniya iqtisadiyyatı yavaş-yavaş nə etməyə başlayır? İnkişaf edir. Bu tərəfdən də gələn gəlirin müəyyən bir hissəsi təzminata ödənildi, müəyyən bir hissəsi dövlətin özünün qayğılarını ödəniləcək. Sonra 1925-ci ildə Locarno konfransı olacaqdı. Locarnoda Almaniya iştirak edir, Avropa dövlətləri arasında bərabər hüquqlu bir dövlət olacaqdı və 1926-cı ildə Millətlər Cəmiyyətinə üzv olacaq. Millətlər Cəmiyyətinə üzv olması 1932 Türkiyəsində də oxşar cəhət hesab olunacaq. Lakin dünya iqtisadi böhranı bilirsiniz də 1929-1933-cü illərdə digər ölkələrdə necə mənfi təsir göstərsə, özünün ancaq düzəldən Almaniyada çox böyük təsir göstərəcək. Və Almaniya hökuməti böhrandan çıxa bilməyəcək. Bu vaxt seçkilər keçiriləcəkdir və bu seçkilərdə Alman Nasional Sosialist Fəhlə Partiyası, yəni Hitlerin partiyası çox böyük təbliğat aparırdı. Nə deyirdi? Deyirdi ki, işsizliyi aradan qaldıracağım, aqrar məsələləri, yəni torpaq məsələsini həll edəcəm, Almaniyanın iqtisadını gücləndirəcəm, Versalın bizə dayatdığı mənfiliklərin hamısını ləğv edəcəm və Alman xalqı da bezmişdi, nə qədər əzik kimi yaşasın. Və nə olur? Seçkilər zamanı 1932-ci ildə nasistlər hakimiyyətə gələcək. Hitler hakimiyyətə gəlir. Lakin nasistlər parlamentdə istədiyi say çoxluğunu təmin edə bilmir. Yəni, bayaqla dedim axı mən, parlament necə qurulur? Əgər hansısa bir partiya hökumət qurmaq istəyirsə, parlamentdə kres olan sayı o partiyanın daha çox olmalıdır. Başa düşdünüz? Amma burada istədiyi sayı qura bilmir nasistlər. Və burada başqa partiyalarına əməkdaşlıq eləməməzdir. Hitler də çox bilmiş adam idi. İlkin vaxtlar, olsun, eybi yox, körpün keçənə qədər hamıya hə deyirdi. Və bu vaxt, həmin vaxtı, komünizm ideologiyası da Almaniyada yayılmışdı, amma varlı təbəqənin xoşuna gəlmirdi komünizm. Çünki komünizm kasıbları müdafiə edir. Əgər hakimiyyət gəlsəydi, kimin mülklərini əlinə alacaqdı? Varlıları. Ona görə Alman varlıları kimi müdafiə etməyə başladılar? Nasistləri, Hitleri müdafiə edirlər. Və
Hindenburg bu vaxt Almaniya prezidenti idi. Hindenburgdan tələb elədilər ki, axı Almaniya hökumətinin bir növ maliyyəçiləri var, burjuaziya nümayəndələri. Hindenburgdan tələb elədilər ki, Hitleri Reichskansler, yəni hökumət başçısı təyin elə. Yəni yer sayı çox olmasa belə nə etmək lazımdır? Hitleri Reichskansler təyin edir. Və Hitler 1933-cü ildə Reichskansler, baş nazir təyin edəcəkdir. Gələn kimi başlayacaqdı siyasətə. 33-cü ildə gələn kimi birinci nə edir? Millətlər Cəmiyyətindən çıxır, deyir mən səni maraq istəmirəm, marağında da deyilsə, bitdi məsələ, qutardı. Sənin qoyduğun qaydalardan əmin edəməyəcək. Bu birinci tədbir. İkinci tədbir nə edəcəkdir? Bütün siyasi azadlıqları ləğv edəcəkdir, söz, mətbuat, vicdan heç nə olmayacaqdır. Üçüncü tədbir, Nasist partiyasından başqa bütün partiyanın hamısını ləğv edəcəkdir. Üstünə də Reichstagı yandıracaqdı özləri. Kommunistlər günahkar edəcək, kommunistləri divan tutacaqlar, elə əcəb edirlər, nəysə. Sonra 34-cüdə Hindenburg ölür. Hindenburg öləndə bu özünü Führer elan edir. Almaniyanın lideri. Həm prezidenti, həm baş nazirin üstüyər. Özdə bunların hamısını da uşaqlar deyir qanun eləmir ha. Hamısı seçki yolla edir. Xalq özü səs verirdi. Hə, biz razıyıq, biz razıyıq. Hər şeydə biz razıyıq söhbət edir. Robotlaşdırmışlar, ideologiya çox güclü gedirdi. Nəysə, sonra götürdü. 1935-ci ildə Versalın bunlarda hərbi şərtləri vardı, hərbi təyyarə falan filan saxlaya bilməzsiniz. Alman xalqına deyir ki, qardaş işsiz olmaq istəyirsiniz, o da deyir işsiz olmaq. Deyir onda gəlin Versalın bu qərarlarını ləğv edin. Alman xalqı səs verir. Versal qərarlar ləğv olundu. Açdılar hərbi sənayeni, təyyarə zavodları, gəmi zavodları, tank zavodları, silah zavodları hamı işə cəlb oldu. Verdiyi vəd işsizliyi də aradan qaldırmaq istəyir. Nə elədi işsizliyi? Aradan qaldırdı. Sonra torpaq məsələsini həll eləmək istəyirdi, amma eləyə bilmədi. Çünki varlılar torpaqlarını vermir kəndlərə. Onda kəndlərə deyir ki, hamımızın borcunu silək. Heç birinizin dövlətə borcu yoxdur. Tamam, gedin keyf elə. Kəndlər bu tərəfdən şeylədi, cəlb elədi. Sonra 1936-cı ildə Reyn silahsızlaşdırılmışdı axı. Reynə qoşun yeritmə olmazdı. Reynə ordunu yeridəcək. Bununla da Versalın qaydaları yıxıb sürüyəcək. 36-cı ildə bundan sonra başlayıb bütün Avropa dövlətlərə qarmaq atmaq. Sonra 1936-1939-cu ildə İspaniyadakı vətəndaş müharibəsinə müdaxilə edir. 1938-ci ildə Avstriyanı, ilk dəfə Avstriyanı 1934-də, özü Avstriyalıdır da, bilirsiniz də, Avstriyadandır, yəni Almaniyadan deyil, Avstriya, amma ikisi eyni dövlətli fərqi yoxdur. 34-də istəyirdi Avstriyanı, balaca vətən deyildi ona, yavru vətəni deyildi. Oranı birləşdirmək istəyirdi, birləşdirə bilmədi. Amma 38-də Avstriyanı anşlüs edəcəkdi, səs vermə nəticəsində. Necə oldu? Avstriya xalqı ayağa qalxır ki, biz Almaniyaya birləşmək istəyirik. Başa düşdünüz? Yəni, hamısı qanunla olacaq. 38-də oranı birləşdirir. 38-də Çexoslovakiya, bu Versal konferansında Sudet vilayətini vermişlər Çexoslovakiyaya. Sudetdə daha çox Almanlar yaşayır. Orada bir dənə kampaniya həyata keçirir gizlincə. Oradakı Alman xalqı qalxır ki, biz birləşmək istəyirik Almaniyaya. 38-də Münhen konferansında Avropa dövlətləri şıltaq uşaq kimi səsi çıxmasın deyə Almaniyanın Sudetin birləşdirməsini icazə verir. Amma dişi batıb da qana. Deyirlər bu şıltaq uşaqlar, o əlçin uşaqlar nə istəyirəm verirlər. Deyirlər nə istəyirəm verirlər. Verirlər sonra şaqqıldadıq ki, 1939-cu ildə Çexoslovakiyanı tutur. Adam nəfəs aldırmır. Çexoslovakiya getdi, göz-görə başqa dövləti işğal edir Avropanın ortasında. Heç kimin səsi çıxmır. Bir nəfərdir. 39-da Çexoslovakiyanı tutandan sonra deyir, bilirsiniz nə var, Polşa kimdir ki? Polşa Almanlardan ibarətdir. Məsələn, Lewandowski var, Polyakda axı, amma onun şəcərəsi Almandır da. Deyir, Polşa kimdir ki? Almanıdır. Polşa mənim ərazilərimi qaytarmalıdır. Davay Polşa ərazi iddiası eləsin. Beləliklə Hitlerin tamamilə xarici siyasətdə Avropadakı hegemonluğu daha da sürətlənir və 2-ci Dünya müharibəsinə addımlarını atmış olacaq. Bu da sizin Almaniya.